Sabunçu bit bazarındayıq. Bu bazarda bitdən başqa şey var. Her şey var. Bit de var öyle. Bura niyə bit bazarı deyirlər? Pis bakırım o bit pazarı diyene. Paytaxtın Sabunçu rayonundakı Sabunçu bit bazarı deyilən ərazidəyik. Bəli, bu bazar həftə sonları fəaliyyət göstərir. Köhnə məhsul, işləmiş məhsul və ikinci əl məhsul axtaranlar bu bazara gəlir. Bəli, bu bazarda demək olar ki, hər şey var. Dayı, nə satırsan? Ben zapsatlar satıram, manyonlar satıram. Kırdavat mallardır. Kimin ne ihtiyacı var gelip alırlar. Dayı, bura niyə bit bazarı deyirlər? Her bir şey kırdavat şeyler getirirler pazarda. Ben de öyle demirəm. Pis bakırım o bit pazarı diyene. Sovetin vaxtında Rus pazarı deyirlər. Nə satırsan? Xırım-xırda, qab, qaşıq, pal-paltar nə oldu? Orada xiyar turşusu da var. Bəli, özüm tutmuşam. Bəli. Elə tutursan, burada satırsan. Bəli, tuturam, satıram. Keçən həftə 2 balon satdım. Maşallah. 10 manatdan. Sabunçu bit bazarında çoxdan varsan, yoxsa? Bəli, 7 ildir. Bit bazarı xırım-xırda cigi-bigi çoxdur burada ona görə. Burada bitdən başqa şey var. Hər şey, toyuq, cücə, dovşan. İt bax, itə bax, itə bax. İt də var. İt də satırlar hətta belə. Bu nəlbəkilər deyəsən, lap keçmişin nəlbəkilərdir, hə? Çox qəşəngdir. Onlar içi Madonna gedir. Bundan məndə 5 dənə idi. Satmışam, bir dənə bu qalıb. Sovetin külqabısıdır, xrustaldır, amma Sovetinkidir. Burada illər əvvəl, məsələn, təxminən 20-30 il əvvəl olan kasetlər var. Hansı ki, indi bunların istifadəsi biraz yoxdur demək olar ki, bax. İbrahim Tatlısəsin o vaxtki kaseti. Bazarda istədiyini tapa bilirsən. Çeşitlər çoxdur, bəli, tapmaq olar. Bu gün məsələn bazarda axtardığı nədir? Bu gün hələ demək olar baxmağa gəlmişik. Yəni belə bazara gəlirsiniz ki, maraqlı nəsə varsa alım hə? Bəli. Yəni konkret bir şey yoxdur da. Konkret fikirdə bir şey yoxdur. Gördün, xoşuna gəldi, aldın, getdin. Məsələn, bu gün bazarda nə gördün? Bax, diqqətini çəkdi. Hələ ki gəlmişik deyə bunlara baxırıq, görək telefonlardan nə var, nə yox. Dayı, bazara nə almağa gəlmisən? Termos. Termos. Tapdın deyəsən. Tapdım ha, aldım. İşləmişdi. Bəli. Neçə aldın bunu? 6 manat. Yəni ki, düşündün ki, yaxşı termos burada olur. Yox, elə belə rast gəldi aldım. Arifə gəlmişdim. Maşın üçün zəriyyət qaparat alacaqdım, o da tapdım. Dayı, ümumiyyətlə bu bazarda istədiyini tapa bilirsən, yoxsa? İkinci əldir də. Mən Gəncədən gəlmişəm. Gəncədən gəldin ki, bit bazarına nəsə alasan, hə? Yox, bura qonaq gəlmişəm, prosta çıxdım hərdən. Dedim bir bit bazarına dəymə. Nə axtarırsınız bazarda? Bir Sovet maşınım var. Ona kalibrator axtarıram. Dedilər burada. Düşünürsünüz ki, bu bazarda var? Gəlir də bura hər cürə zapças gəlir. Hər həftə çıxıram bazara. Lazım olan şeylərdən indi baxırıq da. Elə şeylər var ki, mağazada yoxdur, amma burada var. Məsələn, birindi. Məsəl üçün gəlirəm bax, elə açarlar var burada, maşın üçün zapçaslar olur, tapırıq, alırıq. Lazımı şeylər tapılır yəni. Köhnə məhsullar da belə deyək. Bəli, ikinci əldir, amma baxırsan ki, çox dəyərlidir, yəni lazımlı şeylər olur. Demək olar ki, bu bazarda hər şey var. Bu gün aldığın nədir o, bir baxın. Krant misalsın. İşləmiş krant. Yox, birinci əl. Birinci əl də var ki, Axı köhnədir. özümki deyə bu evdən gətirmişəm ki, prosta sadəcə olaraq Evdəkini gətirirsən, ona baxıb alırsan. işlənmiş keyfiyyətli məhsullardırlar. Bu hamı alır. Vişnə, şaftalı, püstə, karalyok, nəm göyçə alçası. Bunlar hamısı qobaq ağaclardır, yəni təmiz ağaclardır. Elə düz deyirlər. Elə burada bitdən başqa şey var. Bəli, bəli. Bu bazara biz müşahidə edirik bayaqdan, müxtəlif məhsullardır, köhnə məhsullardır. Və burada meyvə də olmağı biraz qəribə gəldi əslində bizə. Bura indi valla Sabunçu debit bazarı dediklərinə görə hər şey satırlar burada.